Hörmətli izləyicilər, hamımızı xoş gördük qardaş. Buna bax, qırmızı alsa kimsə görüb, hamımızı salamlayıram. Elə bir dənə evdən sizi salamlayıram ki, qardaş, gör, bildiyin meşə də, meşə. Şıvalanda meşə ev istəyənlər, meşə həyət, meşə istəyənlər buyursun. Axırı ki, nəhayət ki, əsl, buna bax, bağlı, baxsalı, güllü, qardaş, bilmirəm, bura gedeyim, ora gedeyim. 67 növ meyvə ağaçları. Buna bax bir dənə, bunu çək, qardaş. Bax, qırmızı alsa. Belə bir şey görmüsünüz. Demək, hörmətli izləyicilər, köhnə bağ evidir. Bax, meyvə ağaçlarına bax, gül, çiçək, buna bax. Bəh. Ləzzətdir də, adam ruhu burada dincəlir. 28 sotdur, sənədləri qaydasındadır, kupça çıxarışdır. Düzdür, həyətində 2 dənə evi var, 3 tərəfi də yoldur. 2 dənə girişi var. Şuvalanda harda yerləşir? Bravoya da yaxındır. Ən birinci məhəllə olub, bura. Yəni, eşitdiyimə görə. Bir dənə alçandan da baxaq. Gel. Meşənin içində ev. Gəl bura. Demək, 28 sotdur. 700 min qiyməti var. Sotu 25 minə çıxır. 2 dənə ev var, bax. Bir bu evdir, köhnə evdir, 2 mərtəbə. Bax, bir qapısı buradadır. Çəkdin, göstərdin. Manqalı da var. Sotu 25 minə düşür. 700 min pul eləyir. Bax, buna baxayım. Sən görmüşdün belə meşəli. Bir dəfə bizim kanalda olub belə bir Mərdəkanda. Meşəli ev. Bu ikincidir. Belə bir şey yoxdur. Heç mən açılı sənə deyim, belə alsa da görməmişdim. Gəl buraya. Bu da ikinci evdir. Gəl. Sənəd bütün torpağadır, yəni kupçaları var. Gəl buraya. Bu da təmiridir. Bu da ikinci qapı. Gələn meşənin içində də qutaraq gəl. Ha? Kuşların səsinə bax, Kuşların səsinə bax. Gəl bura. Sən bir işıq dirəklərinə bax. Bu dirəklər şeydədir. Qırmızı Krasnaya ploşetdə, Moskvada. Kuşların səsinə baxırsan. Meşə ki, meşə. Bu da bizim alçamız. Əla. Zəng edin mənə, gəlin. Maraqlı gəlsə, qiymətini dedim 700 min. 28 sot. Bu günə bu qədər sağ olun, minnətdarım.